Salam, dəyərli Sport Info TV izləyiciləri. Mən Xanaqlan İmanov, növbəti sözüm varla qarşınızdayım. Bu dəfə sizi qardaş ölkə Türkiyənin Trabzon şəhərindən salamlayıram. Hazırda olduğum məkan Trabzonsporun uzun illər ev oyunlarını keçirdiyi Avnaker Arenadır. Təbii ki, Trabzon Azərbaycan futbolu ilə də, Azərbaycan milli komandası ilə də çox yaxından bağlılığı var. Hazırda arxa fonda gördüyünüz kimi, bura Trabzonsporun uzun illər ev oyunlarını keçirdiyi stadiondur. 1951-ci ildə əsası qoyulub. Uzun illər Trabzonspor komandası daxili yarışlarda, Avrokuboklarda ev oyunlarını məhz burada keçirib. 2017-ci ildə arena tam olaraq sökülüb və yerində millət bağçası olaraq park inşa olunub. Burada böyük bir ərazini əhatə edir. Amma təbii ki, Trabzonsporun ev oyunlarını keçirdiyi stadion heç də tam olaraq aradan götürülməyib. Bir miras olaraq arkada gördüyünüz tribuna qorunub, saxlanıb. Bura gələn turistlər, ümumiyyətlə Trabzonsporun azarkeşləri üçün bir xoş xatirə olaraq bura qalır. Bundan əlavə təbii ki, bu Trabzonsporla bağlı xatirələrdir. Bu Trabzonspor üçün və onun azarkeşləri üçün dəyərli olan bir xatirədir. Amma bizim üçün əlamətlər olmasını girişdə qeyd etdim. Başqa səbəbi var. Azərbaycan millisi 1994-cü ildə ilk rəsmi oyununu məhz bu arenada keçirib. İsrail milli komandasına qarşı. Əlimdən gələn hər şey eləməliyəm. Bugün qazanır. İnşallah Allahın köməyinə hər şey öz əlimizdə. Sağ ol, sağ ol. Bu oyun eləməli üstünlük biz tərəfdə olacaqdır. Fərqi yoxdur ya Azərbaycan ya Türkiyə. Azərbaycanda oynasaq daha yaxşı olardı. Bu mənə elə gəlir ki, əlimizdən nə gəlir eləyəcəyik də. Ancaq çıxıb var gücümüzü qoyub tutmaq. Gəlmişik oynamağa. Oynamağa, nasıl udmağa? Udmağa. Uda biləcəyik. Əlbəttə də. Neçədən vuracaq? Neçədən yox, indi bir dənə vursaq bəs elə, bir nə olacaq. Allahın köməyində yaxşı olur. Gol vura biləcəksən bugün? Çalışacağam əlbəttə. Çalışacağam ki, bir gol. Bu arada qeyd edim ki, verilişi adətən Nicat Ələsgərov, dəyərli qardaşımdır. Onunla birgə təqdim edirdik hər zaman sizə. Arxa fonda Nicat bəy olurdu. Amma bu dəfə Nicat yanımda yoxdur. Amma digər dəyərli dostumuz, həmkarımız Etibar Tağıyev yanımdadır və arxa fonda hazırda çəkilişi Etibar bəy həyata keçirir və onunla çalışacağıq ki, həmin o oyuna qayıdaq, həmin o oyunda baş verənlərlə bağlı bir elə canlı həmin məkandan sizinlə müzakirələrimizi aparaq. Etibar, səni sözün var da xoş gördük. Təşəkkür edirəm. Mən də izləyicilərimizi salamlayıram. Ümid edirəm maraqlı formatda maraqlı bir veriliş alınacaq. İlk sualımı da ünvanlamaq istəyirəm. Bu yəqin ki, izləyicilərimiz üçün də maraqlı olar. Nəxadə suallara keçəcək. İzləyicilərimiz üçün də maraqlı ola bilər ki, millimiz niyə ev oyununu Bakıda ölkəmizə deyil, məhz qardaş ölkə Trabzonda həyata keçirirdi? O zaman UEFA belə bir qərar vermişdi. Səbəb o idi ki, o zaman bilirdin ki, ölkə olaraq müharibədən yeni çıxmışdıq. Ölkədə bir gərginlik var idi və UEFA da qərar verdi ki, qeyri-sabit şərait üzündən, qeyri-sabit siyasi şərait üzündən Azərbaycan millisinin Bakıda ev oyunlarını keçirməsinə qadağa qoydu. Halbuki düşünürəm o zaman da biz Bakıda ev oyunlarını qəbul edə bilərdik. Təəssüf ki, UEFA belə qərar vermişdi və bu yüzdən Azərbaycan millisi Avropa çempionatı 1996-cı seçmə oyunlarını, bütün oyunlarını səfərdə keçirməli oldu. İlk oyunlar Rumıniya və Polşa ilə oyunlar idi. Yəqin ki, xatırlayarsan səfər oyunları idi və ardınca İsrail və Fransa ilə oyunları burada biz keçirmişdik.
İsraillə oyun 0-2 hesabı ilə nəticə qeydə alınmışdı. Fransaya məhz bu meydanda bir çoxları o sel faciəsini xatırlayır, 0-10-u xatırlayır. Məhz həmin milli ilə biz bu meydanda da oynamışıq və 0-3 hesabı qeydə alınıb. O sel faciəsindən fərqli olaraq. İlk oyuna qayıdarsaq, ilk oyunda xatirəndə nələr qalıb? Ümumiyyətlə oyunla bağlı maraqlı məlumatların varmı? Etibar, ilk olaraq onu deyim ki, hər nə qədər doğma meydandan uzaq olsaq da, doğma insanların arasında keçirmişik ilk oyunu və həmin oyunda tribunalarda təxminən 5000 azarkeş, 5000 civarında azarkeş milli komandamızı dəstəkləyib. Belə məhz o arxada fonda gördüyünüz o tribunada böyük bir çalçağır var idi. Türkiyəli qardaşlarımız musiqi ansamblı təşkil etmişlər oyundan əvvəl. Təbii ki, bu əhval-ruhiyyənin qaldırılmasına hesablanmışdı. Türkiyəli, Azərbaycanlı azarkeşlər oyuna marağı heç də az deyildi. Kifayət qədər maraq var idi və hardasa maksimum çalışmışdılar ki, Azərbaycan millisi qardaş ölkədə özünü belə deyək, qonaq kimi hiss etməz. Həqiqətən də o hava var idi. Bizə nə söz verəcəklər? Biz udmaq lazımdır. Bunu hamı başa düşür. Söz verdilər, vermədilər. Biz ona baxmırıq. Amma öz Azərbaycanın adını qaldırmaq üçün oynayır. Bu meydançamızda düzdür. Trabzon da hələ bizim öz vətənimizdir, Türk vətənidir. Özümüzü doğma diyarda hiss edirik. Yaxşı vəziyyətdədir. Həyəcanlanırıq əlbəttə. Həyəcanlanırıq ki, gerək biz bu oyunu Bakıda, öz doğma Bakımızda oynayardıq, ancaq təəssüflər olsun, oynamırıq. Amma yenə də uşaqlar oyuna hazırdılar. Düşünürəm ki, elə həmin dönəmdə bizə yaxın duran, birə əl tutacaq, ümid edəcəyimiz yer qardaş ölkə olmalı idi ki, o da həmin durumda, həmin vəziyyətdə lazım olan qədər, hətta deyərdim artıq, həm mənəvi bağını, həm fiziki olaraq dəstəyini göstərmişdi. Düşünürəm, səfərdə oynasaq da bir ev havası yaradılmışdı. Biz hazırda həmin meydanın tam mərkəzində çəkiliş həyata keçirdirik. Oyun epizodlarını xatırlayırsanmı? Vurulan qolları. Oyun stadionun mərkəzi demişkən, onu da əlavə edək ki, təkcə tribuna saxlanmayıb, stadion da bir stadion formatında qorunub saxlanıb. Yəni ətrafı da bir balaca göstərə bilərsən. Tam olaraq bu meydanın örtüyüdür. Tam olaraq səhv etmirəmsə 105-in 68 ölçüsündə olan meydandır və tam formatda saxlanıb. Ətrafında qaçış zolağıdır, saxlanıb. Sadəcə tribunalardan yalnız gördüyünüz tribuna qorunub saxlanıb. Digər tribunalar sökülüb və yerində böyük bir park inşa olunub. Oyun epizodlarına gələsi olsaq, biz zaman-zaman bu müzakirələr çox gedir. Bildirirlər ki, köhnə milli komanda daha yaxşı oynayırdı, daha mübariz oynayırdı. Həmin milli komandada daha yaxşı keyfiyyətli futbolçularımız var idi. Sadəcə şərait imkan vermirdi ki, o futbolçular daha yaxşı nəticələr versin. Bu müzakirələrdə bəzən biz də bu fikirləri səsləndirəndə, veteran futbolçularımız da bu fikirləri səsləndirəndə bizi bir qədər topa tuturlar. Bu ola bilsin ki, bir qədər gənc nəsil nümayəndələrdir ki, neyniyib o milli? O milli də məğlub olub, o milli də ancaq məğlubiyyətləri sıraya düzüb. Amma düşünürəm ki, elə İsraillə oyun çox əyani sübutdur ki, həmin milli komanda necə baxımlı futbol oynayıb, necə layiqli mübarizə aparıb. İndi bizim Nicat qardaşımız həmin oyundan o epizodları yəqin ki, bu videomuza əlavələr edəcək. Mən oyuna geniş icmalda baxmışam. Təbii ki, o dönəmlər oyunun canlı yayımı yox idi. Hətta yaxşı xatırlayıram ki, rəhmətlik Sabiq Affanın prezidenti Fuad Musayev bu barədə narazılığı da vardı oyundan əvvəl ki, oyun canlı yayımlanmadı. Oyunun canlı yayımı səhv etmirəmsə Almaniya şirkətinə verilmişdi. Almaniya televiziya kanalına verilmişdi və bir şərtlə ki, Azərbaycana canlı yayım pulsuz təqdim olunacaq. Təəssüf ki, o dönəmlər bizim kanallar buna heç maraq göstərməmişdi, hətta pulsuz olmasına rəğmən. Azarkeşlərimiz oyunu canlı izləməkdən məhrum olmuşdu. Yalnız YouTube platformasında qalan o icmalı izləyə bilərlər. Biz də müəyyən epizodlar təqdim eləyəcəyik. Oyun çox gərgin olacaq. Mən səncidən deyirəm. Biz özümüz istəyirik ki, çalışacağıq ki, istəyirik ki, Bakıya, doğma Azərbaycana gülər üz və qələbə əzmlə qeydə. Meydançamızı görürsənmi də? Hər tərəfin reklamı İsrail reklamasıdır.
Elə günə olub çatmış ki, biz öz vətənimizdə, Azərbaycanda oynamırıq. Ona baxmayaraq ki, biz çox şadıq ki, Türkiyənin torpağında, o da bizim, demək olar ki, bizim qardaşlarımızdır, onların meydanında bu günləri birinci oyunu çıxacaq. Əlbəttə, bizim azərkeşlərimiz, bizim Azərbaycanlılar istəyərdi bu oyuna baxmağa. Az bir 40 min gələcəkdi. Amma görüb belə bir vəziyyətə düşdük. Amma mən inanırdım ki, bizim televiziya şirkəti bu maçı göstərəcək. Amma heç kim nə soruşur, nə Azərbaycandan bir nə zəng var, nə gələn var ki, soruşsun ki, bax, iştirak eləsin ki, bu televiziya şirkətimiz ki, bu maçı Azərbaycan cəmiyyətçiləri də baxsın. Bizə əlbəttə mən qarşılıq gəlir, uşaqlara da bizə də. Nəyə görə Azərbaycan milləti görməsin bu maçı? Biz özümüzü, mən demək istəmirəm, sözüm də amma ağzıma gəlir yetim kimi, amma yetim deyil, Azərbaycan xalqı gərək ona bu maçı göstərmək lazım idi. Çox yaxşı başlamışıq oyunu. Kifayət qədər yaxşı hücumlar və o dönəmdə heyətimizdə çox yaxşı futbolçular var idi. Nazim Süleymanov, Vəli Qasımov, Şahin Diniyev, Tərlan Əhmədov, qapıda Jitkov idi. Başqa futbolçu Arif Əsədovu deyə bilərəm. Bir çoxlarının tanımadığı Füzuli Məmmədov həmin oyunda çıxış edirdi, Faiq Cabbarov çıxış edirdi. Sən o futbolçuları çox yaxşı tanıyarsan, o qərb derbisində çox olan biri kimi o futbolçuları yaxşı tanıyarsan. Çox yaxşı başlamışdıq oyuna. Hətta ilk dəqiqələrdə Nazim Süleymanovun zərbəsini qapıcı dəf edir və ardınca top tirdən qayıdır. Yəni hesabı açmamamızı, hesabda önə çıxmamamızı sırf olaraq şanssızlığa bağlayardım həmin oyunda. Bir qədər təcrübəsizlik demək olar. Təbii ki, təcrübəsizlik və şanssızlıq. Rəqib qapıcı yaxşı çıxarışları olur. Qapı çatından qayıdan topumuz olur və o təcrübəsizliyin rol oynadığı bir çox zərbələri qeyri-dəqiq yerinə yetiririk. Qapıdan kənara vur. Halbuki 100% gol imkanlarıdır. Biz o qolları vursaq bəlkə də ilk rəsmi oyunumuzda qələbə qazana bilərik. Bəlkə də inanmayacaqlar, indi kadrlardan da görəcəklər. Etibar. Yəni gol fürsətlərimizin çox demirəm 50-60%-ni dəyərləndirə bilsəydik, hətta 0-2-yə rəğmən biz 3-2, 4-2 qalib gələ bilərdik oyunda. Yəni bu dərəcədə yaxşı oynamışdıq və İsrail millisini qeyd edəsə olsaq, əmin ol ki, həmin o 2 qoldan sonra başqa o qədər də ciddi gol imkanları olmur İsrail komandasının. Təəssüf ki, təcrübəsizlik o dövrdə komandamızın açıq-aşkar hiss olunur ki, təlim məktəblanışı keçmirlər, şəraitsizlik, fiziki göstəriciləri aşağıdır. Amma futbolçularımızın daha səviyyəli olduğu, daha mübariz olduğu, o milli ruh biz zaman-zaman şikayət edirik. Həmin o milli ruhun bu futbolçularda daha yüksək olduğu açıq-aşkar həmin oyunda görünür düşünürəm ki. Qolları xatırlayırsanmı bəs? Neçənci dəqiqədə qapımıza qollar vuruldu? Bizim ikinci mərtəbədəki xəstəliyimiz, problemimiz həmin oyunda da özünü göstərir. Birinci qolu cinah asmasından sonra baş zərbəsi 10 nömrəli futbolçuları İsrailin baş zərbəsi ilə qapımızdan keçirir. Amma ikinci qolları bir şedevr qol olur. Futbolçularımız bir-birinə arxayın olur və ya nə bilim bir qədər diqqətsizlik göstərirlər. Nədənsə amma qol çox möhtəşəm alınır. Rəqib futbolçu səhv etmirəmsə futbolçunun adı Rosenthal, amma dəqiq bilirəm ki, Tottenham və Liverpoolda çıxış edib zamanında. Yəni o dövrdə İsrail millisinin heyətində kifayət qədər yaxşı futbolçular var idi. Revivonu hamımız tanıyırıq. Fenerbahçe, Galatasaraydan azarkeşləri bizim ölkəmizə bilir ki, Türkiyə azarkeşləri çoxdur, Türkiyə futbolunu izləyənlər çoxdur. Hər biri Revivonu yaxşı tanıyırlar. Həmin heyətdə Revivo da çıxış edir hücum xəttində və o ikinci qolu xüsusi qeyd edərdim. Tam da xatırlamıram bu qapı olur yoxsa bu qapı olur, amma təxminən bu qapıdan götürüb təsvir edəsi olsaq qolu, İsrail millisinin bu qapısıdırsa, təxminən buralardan topu götürür öz belə deyək, cərimə meydançası hissəsindən. Və təxminən 60-70 metr irəliləyərək qapıda Jitkov idi da səhv etmirəmsə. Ən azı bir 5-6 futbolçumuzu alladır etibar. Yəni o qola söz ola bilməz, çox möhtəşəm bir qol vurur. İkinci qol
bu şəkildə vurulur və 2-0 hesab ilə bitir və 2-0-dan sonra da əslində komandamız düşmür ha tam oyundan. Tribunalardan da o dəstək gəlir, komandamız irəli səsləyirlər, bəlkə də ən azı bir təsəlli qolun gözləyir, amma əmin ol ki 2-0-dan sonra belə ən azı bir 3-4 yaxşı qol imkanlarımız olur. Təəssüf ki ilk rəsmi oyunumuzda hətta ilk qolumuzu belə vura bilmirik və 0-2 hesablı məğlubiyyətlə meydandan ayrılırıq. Və orada bayaq Fuad Musayevdən, rəhmətli Fuad Musayevdən danışdım. Bir cümləsi hər dəfə o videoya baxanda, izləyəndə o sujeti bir cümləsi həmişə mənə çox pis təsir edir. Biz yetim qalmışıq bildirir orada. Onu təbriklə desək, həqiqətən milli komanda sanki o dönəmdə yetim qalmışdı. Hətta canlı yayın belə təşkil olunmamışdı. Təəssüf ki. Və futbolçularımız vətəndən kənar hər nə qədər desək qardaş ölkə, mənəvi dəstək. Amma istər-istəməz düşünürəm ki, o dönəmdə qazanılacaq qələbə o yetim komanda üçün çox böyük önəmi kəsb edə bilərdi, çox böyük önəm daşıya bilərdi. Bəlkə də sonrakı nəticələrimizə də o daha müsbət təsir edə bilərdi. Təəssüf ki, oyunda məğlub oluruq, amma mən düşünürəm ki, o Fuad Musayevin cümləsindən yola çıxaraq bildirim ki, məncə milli komanda diqqətdən, qayğıdan yetim qalmır, nəticələrdən yetim qalır mənə görə. O dönəmin milli komandası diqqətdən, qayğıdan kənarda olsa da, şəraitsizlik olsa da, bayaq qeyd etdik, futbolçular mərdi-mərdanə döyüşürdülər 90 dəqiqə. Maksimumları nə idi, onu meydanda qoymağa çalışırdılar. Biz hətta o sel faciəsində belə yaxşı xatırlayarsan, milli komandamız kifayət qədər normal mübarizə apara bilmişdi. Sadəcə o təcrübəsizlik, fərdi səhvlər, millisi kimi komandanın oyunda futbolçumuz meydana açıq futbolla çıxdılar. Təsəvvür elə düşün də. Yəni bu nə qədər risklidir və ilk real qol fürsətini də biz əldə etmiş oluruq o ənənəvi künc zərbəsindən sonra. Sanki biraz da özümüz ayırdırıq ki Fransanı və ardınca həmin o faciə yaşanır. Məncə yetim millimiz hazırki milli komandadır. Hər cür şərait yaradılır. Ən yaxşı formada qidalanır milli komandamız. Ən yaxşı lüks otellərdə qalırlar. Charter reysi ilə oyunlara gedirlər. Amma ortada ciddi bir nəticə yoxdur. Düşünürəm ki, elə indiki milli komandaya, nəticələrdən yetim qalan indiki milli komandaya o dönəmki milli komandanın oyunlarını tez-tez göstərmək lazımdır. Yəni bu şəraitlə o dönəmdəki mübarizəni sintez eləyib, düşünürəm ki, çox yaxşı bir milli komanda ən azından indikindən bir 40%, 30% daha yaxşı bir milli komanda formalaşdıra bilərik. Heç kim nə soruşur, nə Azərbaycandan biz nə zəng var, nə gələn var ki, soruşsun ki, bax iştirak eləsin ki, bu televiziya şirkətimiz ki, bu matçı Azərbaycan cəmiyyətçiləri də baxsın. Biz özümüzü mən demək istəmirəm, sözüm də ağzıma gəlir yetim kimi, amma yetim deyil. Azərbaycan xalqı gərək ona bu matçı göstərmək lazım idi.